Bura Hindistan sokaqları deyil. Rökbatan qəsəbəsi stadionun yanıdır. Artıq neçənci dəfədir mən bu biabırçı vəziyyəti görürəm burada. Deməli, yaxınlıqda zibil konteyneri yoxdur, düzdür. Amma bu da ona əsas vermir ki, kimsə gətirib bura zibil atmalıdır da. Zibil konteynerinin olmamağı bir ayrıca bir sualdır. Yəni, aidiyyatı qurumlar bundan niyə maraqlanmır? Və təyinatı olmayan yerə də zibil atmaq digər bir ayrı məsələdir. Bu haldan biri də Təzə Evlərdə Kingsmartın yan tərəfi, Oba Marketin yanında var. Aidiyyatı qurumlardan çox xahiş olunur ki, bu kimi məsələlərlə maraqlansın, çünki antisanitar vəziyyət yaradır, pis görüntü bəxş eləyir. Bax, həmən küçədən bir 200 metr irəlidə digər bir küçədir və insanlar evlərinin qarşısına belə bir yeşiklər qoyublar. Yəni, bunlar da gətirib zibil konteyneri yoxdur deyə zibili küçələrə ata bilərlər də. Deməli, zibil maşını hər səhər gəlir, buradan maşınlar həmən bu yeşikləri yəqin ki, boşaldır və yaxud da özləri gedəndə maşınla atırlar. Yenə deyirəm, zibil konteynerinin ərazidə yaxın yerdə olmamağı ayrı bir sual və insanların küçəyə zibili atmağı digər bir ayrı sual.